Beşinci bəs varlıq aləminə hakim olan qanunlar. Belə ki, bu qanunlar bizim düşüncə və idrakımızdan ayrı və müstəqil reallıqlardır, əbədi və dəyişməzdir. Əgər insan idrak vasitələri ilə hər hansı bir reallığı varlıq aləminə hakim olan hansı bir qanunu həqiqət olaraq olduğu kimi kəşf edərsə, dərk edərsə, onun bu dərki hər zaman həqiqət və dəyişməz olacaqdır. Mühit və şəraitin dəyişməsi ilə həqiqət dəyişmir. Başqa sözlə, həqiqətin nisbiliyi bu mənada ki, dərk olunmuş eyni bir həqiqət müəyyən bir zaman kəsimində həqiqət, başqa bir zaman kəsimində isə yanlışdır. Varlıq aləminin dərkində yol verilməzdir. Məsələn, əgər 2 vur 2-nin cavabı 4-dürsə, deməli hər zaman 4-dür. Yox, əgər 4 deyilsə, onda heç zaman 4 deyildir. Həqiqətin nisbiliyi yalnız insan düşüncəsinə və rəyinə söykənən həqiqətlər üçün təsəvvür edilə bilər. Məsələn, ölkənin idarə olunmasında ilahi qanunları rəhbər tutmayan cəmiyyətlər istədikləri dövlət quruluşunu seçirlər. Əgər hamı bu və ya başqa tipli quruluşa tərəfdar çıxırsa, onlar arasında fikir birliyi mövcud olduğu müddətdə həmin quruluş doğru hesab edilir. Əgər bir gün başqa bir quruluşa tərəfdar çıxırlarsa, onda artıq birinci quruluş deyil, ikinci quruluş doğru hesab edilir. Baxmayaraq ki, hər iki seçim öz zamanında doğru hesab edilmişdi. Lakin insan düşüncəsindən xaricdə olan obyektiv bir reallıq əgər olduğu kimi dərk edilərsə, əbədi olaraq həqiqət və dəyişməzdir, onun əksi isə daima yanlış və əsasdır.